Binada nə işıq var, nə də ki qaz var. Şəxsən mənim çıxarışlı evimdir, qupçam var, çıxarışım var, dövlətdən mənə bu şəxsi əmlak kimi verilibdir. Məni heç kəs buradan məcbur çıxarda bilməz. Qışın günüdür, mənə 10 gün vaxt verir ki, çıx. Binəqədi rayonu Ağasadıq Gərəlbəyli küçəsində yerləşən yataqxanalardan birindəyik. Bina sakinləri demək olar ki, bir həftədən çoxdur ki, işıqsız, qazsız qalıbdılar. Sakinlərin isə tələbləri odur ki, onları bu vəziyyətə salan qurumlar cavab versin onlara. Bir nüansı da qeyd edim ki, sizə bu binada demək olar ki, hər kəsin çıxarışları var. Evlərin hər birinin çıxarışı var. Sakinlər bildirir ki, qurumlardan onlardan bu evləri tərk etmələrini bildirirlər. Bizim indi qazımızı, işimizi kəsiblər. Hal-hazırda vəziyyət gərgindir. Yəni ki, hər gün bura skoralar gəlir, təcili yardım gəlir, körpələrimiz xəstələnir. Vəziyyət çox acınacaqlıdır. Bizi məcburi çıxmağa tələb eləyirlər. 30.000 kompensasiya verirlər. Ondan artıq heç nə yoxdur deyir. Siz məcbur çıxın. Bəs mən o boyda ailəni hara yerləşdirim bu 30.000-dən? Xahiş edirəm ki, bizə köməklik göstərin. Nətər ki, bu köçürtmək istəyirlər, yerlə təmin eləsinlər, biz razıyıq. Yerlə bir qışın günüdür, mən indi çıxım, harda qalım, hara gedim? Yerlə təmin eləsin, biz razıyıq. Biz nə deyirik ki? Amma yəni Binada istiliyin, işığın, qazın olmamağı səbəbindən sakinlər bu vəziyyətdə evlərini isidirlər. Meşoklarla odun gətirirlər.